Bugün sənə illərdir gizli şəkildə nəsildən nəsilə oturulan uç sarsılmaz texnikanı paylaşacağım ki, illərdir meyvə verməyən o meyvə ağacların yenidən bar versin. Ona görə də, əgər ağacın bar vermirsə, diqqətlə qulaq as. Çünki bu ucusul səni inanılmaz dərəcədə təəccübləndirəcək. Və ən yaxşısı odur ki, bunları evdə artıq olan şeylərlə tətbiq edəcəyik. Eləliklə başlayaq. Yaxşı, birinci üsuldan başlayaq. Bu usul çox nadir hallarda rast gəlinir. Və əminəm ki, çox adam bunu heç vaxt görməyib. Bu çox qədim bir texnikadır və üstəlik etmək də çox asandır. Bunu etmək üçün ilk növbədə harada tətbiq edəcəyimizə qərar verməliyik. Bu halda mən bunu bu limon ağacının əsas qövdəsində edəcəyəm. Çünki bu cavan ağacdır və sənə ən yaxşısını göstərməyə imkan verəcək. Amma bunu biraz aşağıda və ya biraz yuxarıda da edə bilərsən. Heç bir problem yoxdur. Sahəni seçdikdən sonra bizə yaxşı təmizlənmiş və dezinfeksiya olunmuş bir bucaq lazım olacaq. Sonra, bu ağac hələ cavan olduğuna və qövdəsi çox qalın olmadığına görə təxminən bir düym və ya 2-3 sm olçunda bir kəsik edəcəyəm. Çox böyük bir şey etməyə də ehtiyac yoxdur. İndi isə 2 kiçik ucbucaq şəklində kəsik edəcəyik. Bax, bu cür. Yaxşı, iki kəsiyi diqqətlə və bıçağın ucu ilə etdikdən sonra bu kiçik qabıq dilimini yavaş-yavaş qaldıracağıq. Bunu tələsmədən asta-asta edirik, qabıq biraz ağacdan ayrılana qədər. Və bax, necə olundu. Məhz bu usulun adı da buradan gəlir. İndi bir parça aloe vera götürəcəyik və onu bütün yarıya, xüsusilə də kəsiklərin kənarlarını çəkəcəyik. Bu, həmin ərazinin daha təmiz qalmasına və daha yaxşı sağalmasına kömək edəcək. Bunu etdikdən sonra sadə bir disk copu götürüb qabığın altına yerləşdirəcəyik ki, o biraz qaldırılmış vəziyyətdə qalsın. Onu çox qaldırmağa ehtiyac yoxdur. Sadəcə kiçik bir boşluq qalması kifayətdir. İndi disk copunu yerləşdirdikdən sonra bir parça və ya əski götürüb onu bir dəfə dolayacağıq ki, hər şey yaxşıca bərkidilsin. Mən parça istifadə etməyi sevirəm, çünki qabığın nəfəs almasına imkan verir və sonradan onu çıxarmaq da çox asandır. Və sonda bütün yaraya biraz uyudulmuş darçın səpəcəyik. Bu, demək olar ki, hamımızın evində var və çox yaxşı antifungal xüsusiyyətlərə malikdir. Sağalma zamanı həmin ərazini qorumağa kömək edir. Və nəticədə belə görünməlidir. İndi yəqin ki, niyə bütün bunları etdiyimizi düşünürsən? Çünki bu kiçik nəzarət olunan zədə ağacı reaksiya verməyə məcbur edir. Ağac başa düşür ki, bu ərazidə nəsə bas verir və müdafiə və bərpa mexanizmlərini isə salır. Və çox vaxt meyvə ağacı illərlə məhsul verməyəndə, bu cür stimul gələcəkdə cicəklənməni xeyli artırır. Həmçinin bilmək yaxşıdır ki, adətən bu cür usullar qışın sonundan yazın əvvəlinə qədər tətbiq olunur. Çünki məhz o vaxt ağac aktivləşməyə başlayır və reaksiya vermək qabiliyyəti daha yüksək olur. Əgər bu usul xoşuna gəldisə, hazır ol, çünki indi gələn daha da təəccüblüdür. Bu, qədim Roman illərdən gələn bir texnikadır. Təsəvvür et bir usul var. Bu usul 100 illər əvvəl də istifadə olunurdu və bu gün də inanılmaz dərəcədə işləyir. Və ən yaxşısı odur ki, bunu etmək əvvəlkindən də asandır. Ona görə də diqqətli ol, çünki indi növbəti usula keçirik. Yaxşı, indi ikinci usula keçirik, pul usulu. Və sənə bir söz deyim, bu videodakı ən asan usullardan biridir. Bunu etmək üçün bizə cəmi 2 şey lazımdır. Kiçik bir pul və bir cüt kəlbətin. Demək olar ki, hamımızın evində olan şeylərdir. Ona görə də başlayaq. İlk edəcəyim isə qordənin təmiz bir hissəsini tapmaqdır. Elə bir yer ki, pul orada yaxşıca bərkidilə bilsin. O halda gənc bir ağacla işlədiyim ucun bunu gövdənin təxminən yarı hündürlüyündə bu hissədə edəcəyəm. İndi bir pul götürürük. Olcusu fərq etmir, amma vacibdir ki, qövdənin qalınlığına uyğun olsun. Əgər gövdə çox incədirsə, kiçik bir pul istifadə edəcəyik. Pul əlimizdə olanda onu qabığın üstünə qoyuruq.
İndi isə kəlbətini qoturub, pulu tədricən sıxırıq ki, pul ozu-ozuna bərkidilmiş olsun. Və budur, məhz belə görünməlidir. Yeri gəlmişkən, əgər sənin ağacın daha böyükdürsə və qovdəsi daha qalındırsa, bir çox adam eyni şey edir. Amma alət kimi kəlbətin əvəzinə onlar kiçik bir cəkicdən istifadə edirlər ki, pulu qabiqaya yaxşıca bərkitsinlər. İndi isə bir parça-parça və ya kiçik bir əski qoturub, onu qovdənin ətrafına dolayacağıq. Sadəcə olaraq parçadan istifadə edəcəyik ki, pulu təhlükəsiz şəkildə saxlasın və düşməsinin qarşısını alsın. Bu şəkildə yaxşıca bərkidilməlidir. İndi isə əvvəlki usulda olduğu kimi, yəqin ki, belə sadə bir şeyin, bir pulun necə işləyə biləcəyini düşünürsən. Və məsələ ondadır ki, bu pulu ağacın qabığına qismən batıranda biz ağaca kiçik, nəzarət olunan bir zərər yetiririk və ağac da əvvəlki usulda olduğu kimi təhlükədə olduğunu anlayır, buna görə də avtomatik olaraq öz müdafiə mexanizmlərini işə salır. Və sonra edəcək? Təbii ki, çoxalmağa çalışacaq. Yəni, çiçək acıcaq və bununla da daha çox meyvə vermək ehtimalını artıracaq. Və məhz buna görə də nəsildən nəslə oturulan bu usul bu gün də tapacağınız ən güclü metodlardan biri olaraq qalır. Və səmimi desəm, həm də ən sadə usullardan biridir. Bəs bu metodu nə vaxt tətbiq etməliyik? Əvvəlki usulda olduğu kimi, bunu qisin sonundan yazın əvvəlinə qədər etmək ən ideal vaxtdır. Çünki məhz o vaxt ağac oyanmağa başlayır və sirəsi daha güclü hərəkət etməyə başlayır. İndi isə sənə ən sadə, amma eyni zamanda ən az tanınan usullardan birini göstərəcəyəm. Və ən yaxşısı odur ki, nə bicaqdan, nə də puldan istifadə edəcəyik. Sadəcə kiçik bir çubuq və bir parça kifayət edəcək. Bu usul xorma metodu kimi tanınır və çox sadə görünsə də, həqiqətən təəccüblü nəticələr verir. Ona görə də diqqətlə bax, çünki bunu addım-addım edəcəyik. Və bunu etmək çox sadədir. Bu dəfə bunu kiçik bir avokado ilə edəcəyəm ki, daha aydın görə biləsən. İlk olaraq, istəmək istədiyimiz budağın yanına kiçik bir çubuq və ya dayaq qoyacağıq. İndi isə çox ehtiyatlı. Budağı dayağın ətrafında əyəcəyik və ya xorəcəyik. Bu cür. Artıq budağı düzəltdikdən sonra, indi bir neçə parça götürüb, budağın horulmuş hissəsini dayağa bərkidirik. Sadəcə bir neçə dəfə dolayırıq və yaxşıca möhkəmləndiririk. Və nəticədə belə görünməlidir. Zaman keçdikcə budaq dayağa uyğunlaşacaq. Amma bu uyğunlaşma prosesi zamanı ağac hiss edir ki, nəsə dəyişib. Həmin budaqda adi olmayan bir qüvvə və ya dəyişiklik var. Məhz bu kiçik həyəcan siqnalı bir çox hallarda acili reaksiya verməyə təsviq edir. Meyvə ağacı başa düşür ki, stresli bir vəziyyətdən keçir və sağ qalmaq üçün mexanizm olaraq çoxalmağa çalışır. Bəs bunu necə edir? Çiçəklər və daha sonra meyvələr əmələ gətirərək. İndi isə sərhlərdə mənə yaz, haradan izləyirsən mənə və hansı ağac sənə problem yaradar? Əgər səndə çiçək və ya meyvə verməyən bir meyvə ağacı varsa, mənə yaz və məmnuniyyətlə oxuyub sənə kömək etməyə çalışaram. Əgər hələ də abunə olmamısansa, bir yaxşı like qoy və bu videonu sənin kimi bitkiləri sevən biri ilə paylaş. Biz isə növbəti videoda görüşərik.